Yağışlı gündən hamıya salam, kanalıma və yeni vloga xoş gəldiniz. Nəhayət ki, video çəkib paylaşa bildim. Əslində düşünmüşdüm ki, qardirob videosu çəkəcəm. Çünki qardirobun qapısı gəlməli idi, amma ki gəlmədi yağışdan dolayı. Bu arada yağışlar şəhəri yaman pis günə qoyubdu. Biz tərəflər də su basmışdı demək olar çox yeri. Allahdan səbir diləyirəm hər kəsə. İnşallah ki, bu problem tezliklə aradan qalxar. Və bu yağışlara görə də təbii ki, mənim qardirobumun qapısı da gəlməmişdi. Düşünmüşdüm ki, gəlsin, sonra video çəkərəm. O da sonra rəfiqəmlə danışdım. Rəfiqəm dedi ki, video çək, gündəlik vloglar çək. Ona görə dedim ki, durum sizin üçün video çəkim. Şkaflarda dəyişiklik eləyirəm. Yəni çoxdandır ki, bunu etmək istirdim. Və hər dəfə bu şkafı açanda əsəbləşirdim ki, bəs mən mütləq buraların yerini dəyişəcəm. Düşündüm ki, o stakanları götürüm, baxın bu dolaba yığım və buradakı tarekalarda, bu gündəlikdə istifadə etdiyim tarekalar hamısını keçirdim o bir tərəfə. Düzdür, hamısı bir-birindən fərqlidirlər, amma yenə dedim ki, olsun, nə vaxtsa alaram da dəst tarekalar falan belə alaram. Mən təmizliyi belə eləyirəm. Məsələn, şkafı açıram, görürəm ki, oralar tozlanıbdı, ya çirklənibdi. Açıram, təmizləyirəm, qayıdıb yerinə yığışdırıram nə lazımdırsa, artıq olan hər şeyi də aradan çıxardıram. Yəni düşünürəm ki, belə təmizlik daha yaxşıdır. Mən ümumiyyətlə ümumi təmizliyi sevmirəm. Düz arada özümdə çəkiliş edib paylaşmışdım. Sadəcə çox narahat bir şeydir. Məsələn, evdə uşaq varsa, həqiqətən də narahatdır ki, yəni aç tök hər şeyi ortalığa, sonra təzədən sil yığışdır. Məncə ən gözəl variant budur. Şkafı açırsan, görürsən ki, tozlanıb, çirklənibdir, silirsən və təmizləyirsən, olur tərtəmiz. Mən ümumiyyətlə əksər izləyicilərim ev vloqları sevir deyə mən çöldən çox elə video çəkmirəm. Harasa gedəndə falan eləyəndə deyirəm, onsuz da izlənilmir, yalandan çəkməyim, montaj edib paylaşmam heç bir mənası yoxdur. Onsuz da izlənilmir, mənim izləyicilərim sevmir. Ona görə çalışıram evdən vloqlar daha çox çəkim. Məsələn, alış-veriş, hansı mağazaya gedərəm, yenilik görərəm, oradan mütləq çəkiliş edib paylaşaram. Bəzən olur ki, məsələn, mağazaya gedirəm, adama baxırlar deyənə, çox da çəkiliş etmək istəmirəm oradan və qalır elə. Nəsə alıram, çıxıram və evə gələndə göstərirəm ki, falan yerdən falan şey aldım. Amma düşünürəm ki, məsələn, faydalı olar. Tutalım ki, hansısa bir mağazaya girdim, qəşəng qapqacaq gördüm, kimsə faydalana bilər. İstəyirəm ki, oranı sizə də çəkim, göstərəm ki, siz də baxasınız, bəlkə sizin də ürəyinizcə olacaqdır, gedib almaq istəyərsiniz. Burada dəyişiklik etmək istədim. Bu qabları mən gündəlikdə istifadə etmirəm deyə dedim ki, buradan götürüm. Bunların yerinə isə gündəlikdə istifadə etdiyim salat qabıdır, nə bilim, sümük qabı deyirik də adətən buna biz. Xırda şeylər yığmaq üçün bu qabları yığışdım ki, əlimin altında olsun. Belə düşünürəm, daha qəşəng və daha səliqəli oldu. Bəs siz nə düşünürsünüz? Temudan aldığım bu ağ polkanı isə dedim ki, bura qoyum. Bu əslində əvvəl kofe rəngdə idi. Sadəcə yoldaşıma verdim ki, bunun kənarlarını ağartdırsın. Belə maşın kraskası ilə ağartdırmışdı. Əslində ağ rəngdə olan da var idi. Sadəcə mənim əlimə o biri düşmüşdü. Düşünmüşdüm ki, o qəşəng görsənər deyə onu aldım. Sonra gələndə bəyənməmişdim deyə rəngləndirmişdim. Düşünürəm, bu da burada çox qəşəng görsəndi. Bunlar da mənim gündəlikdə istifadə etdiyim qapqacaqlardı və məndə bir dənə banzai gül var idi. Daha doğrusu banzai ağacı var idi. Onu isə bura qoydum. Düşündüm ki, niyə bura boş qalsın ki, onsuz da heç bir şey qoymuram. Həqiqətən də qəşəng görsəndi və bir də təbii ki, bu dolab var. Buranı da boşaltdım, sildim qəşəng və təzədən yerinə yığışdırdım. Buradakı qabların da əksəri istifadə olunmur. İstifadə olunanlar da var. Hansı ki, indi göstərəcəm sizə. Aşağı yerdən yığışdırdım. Düşünürəm, indiki vəziyyət əvvəlkinə baxanda daha yaxşı səliqəlidir. Burada isə düşünürəm, görəsən mən bu boşluğa nə əlavə eləyərəm. Düşündüm ki, bu qabların biraz balaca forması var. Onları isə belə böyrü üstə qoyaram. Daha səliqəli və qəşəng görsənər. Arxa planda uşaqlarım maşınlarını oynadırlar deyəmə. Onun səsi gəlir. Bunlar isə mənim antikvar qablarımdır. Burada belə bir köhnə bir qab var. Sonra madonnalar 2 ədəd və bir də bunun böyük bir ölçüsündə olan madonna var. Bu qablar isə bir-birindən fərqli, heç uyumlu olmayan bir qablardır. Amma dedim ki, yenə də istifadə edirəm, gündəlikdə qalsın evdə. Biraz səliqəyə saldım. İndi gəlin sizə göstərim. Burada belə bir şey alındı. Sadəcə kameram niyə belə çəkir? Belə bir şey yığdım. Buradakı gündəlikdə işlətdiyimiz qablardır. Yuxarıdakılar qonaqlar üçündür, amma ki bizə qonaq gəlmir. Dedim ki, qoy qalsın orada. Lap yuxarı qaldırmaq istəyirdim ora. Amma sonra dedim ki, bura boş qalacaq. Nə yığacam mən ora? Ona görə dedim ki, elə belə yaxşıdır. Baxın, bura belə oldu. Ürəyimcə oldu. Çox yaxşı. Yoxsa burada stakanlar var idi. Hər dəfə açanda əsəbləşirdim ki, burayı bir gün səliqəyə salacağım, bir gün səliqəyə salacağım. Heç səliqəyə düşmürdü. Yaxşı ki, indi elədim. Bura isə belə oldu. Burada da yenə yuxarıda hərdən bir işlətdiyim qablardır. Buraya isə stakanları qoydum. Bu arada stakanlarım ağarmalıdır. Həqiqətən də ağarmalıdır. Məsələn, bunlar gündəlikdə işləyir. Yoldaşım çay içir, saxlayır makanın içində və saralır. Ona görə onları bir dəfə qəşəng ağardacağam.
Sonra keçdik bura. Burada belə oldu. Belə ki şey xoşuma gəldi. Görə dedim qalsın orada. Çünki şey görsənir. Yuxarıya isə belə dondurma nədir bu qabı qoydum. Bir də air fryer içliyi idi, nə bilim tərəzimdir, sonra salfetkalardır. Onları da orada qoydum. Və son olaraq da buranı da belə elədim. Burada düşünürəm elə səliqəli alındı. Məsələn, bunları gündəlikdə istifadə etmirəm. Bunlardır. Bunları isə gündəlikdə istifadə edirəm. Amma ki, ayrı-ayrı tarelkalardır. İstəyirəm onları gələcəkdə hamısını bir eləyim. Eyni dəst şəkildə alaram qəşəng qablar, beyaz qablar. Yuxarıda isə çox təsadüfi hallarda istifadə etdiyim ütüdür. Ütü ütüləməyi qətiyyən sevmirəm. Yəni daha doğrusu əvvəllər çox xoş duyurdum. Corabdan başqa bütün hər şeyi ütülürdüm. İkizlərdən sonra artıq başını buraxdım, ona görə yatır orada. Və qarşında da mənim çəkiliş üçün olan telefon tutacaqlarım plandır, ştativlərim belə. Çanki bura keçirdim. İçində su yoxdur, gərək dolduram. Və belə, yəni buralarda belə elədim. Bunu da yeni almışdım Temudan. Quraşdırdım, belə taxılır, bağlanır. Bu nakleykalarını buraya yapışdırdım və içinə sadəcə bir dənə salfetka qalır taxmaq. Buralarda belə qəşəng səliqəli oldu. Gözəl, mən bəyəndim. Bəs siz? Temu sifarişlərim gəlmişdi. Əslində çalışıram hər dəfə Temu sifarişləri gələndə çəkiliş edim, amma bəzən olur ki, maraqsız sifarişlər olanda onları çəkib kadra almıram. Amma belə faydalı bir şeylər olanda istəyirəm sizinlə də bölüşüm. Bəlkə kimsə istəyər sifariş etmək, çünki oradan həqiqətən də ucuz qiymətə gəlir. Məsələn, bunları mən çox bəyəndim, çox xoşuma gəldi və artikularının hər birini paylaşacağım. Hər birindən istifadə etdim. Hətta burada qaş tarifləri falan da görəcəksiniz. Yəni onu belə çox bəyəndim. Həqiqətən də çox gözəl sabitləyir. Dedim sizinlə də bütün linklərini düzdür. Son zamanlar nəsə paylaşmaq istəyirəm. Görürəm ki, getmir linklər, amma hamısının artikulunu burada üzərlərində paylaşıram. Kim istəsə keçib baxa bilər. Sadəcə hər dəfə nəsə sifariş etməmişdən öncə mütləq rəyləri oxuyun. Çünki bəzən elə olur ki, rəyləri oxumadan alırlar və eyni bir şey gəlmir. Yəni fərqli bir şey gəlir. Ona görə mütləq rəyləri oxuyun. Bu ədyat qablarını da Temudan sifariş etmişəm. Çox qəşəng estetik görsənir. Şüşədəndir. 12 ədəd artikulunu paylaşırım. Kimsə sifariş eləyə bilər. Bir də əsas məsələ arxadakı o polkanı dəhşət çox adam soruşdu. Onu mən Rusiyada olarkən Wildberries-dən sifariş etmişdim 13 manata, amma təəssüf ki, Azərbaycana Wildberries-dən sifariş çatdırılmır. Amma ki Temuda və Trendyolda da var. Trendyolda biraz bahadır, amma ki Temudan sizə linkini, daha doğrusu artikulunu indi paylaşırım. Kimsə oradan sifariş eləyə bilər. Biraz eynidir təbii ki o. Yenə də almamışdan öncə mütləq rəyləri oxuyun. Elə demək olar ki, bunu oxşuyur tam da. Sadəcə biraz eynidir. Elə bir şey oldu. Çox qəşəngdir, amma mənim əslində bu bankalara ehtiyacım var idi. Çünki salfanlarda saxlayırdım. Məndə əvvəl var idi plastikdən. O da ki, rəng qarışdı. Biraz sarı kükün rəngi falan qarışdı. Yəni, rəngi tamamilə dəyişdi. Onu atmalı oldum. Ona görə dedim ki, şüşədən daha yaxşıdır. Hə, bir də sizə deyim onu. Temuda həm şüşəliси var, həm də plastikdən olan var. Məsələn, görərdim ki, biraz artıq pul ödəyib şüşəlidən alasınız. Plastiklər ucuz olur. Amma düşünürəm ki, plastikdən şüşə daha yaxşıdır. İçindəkilər də tez xarab olmaz da. Bunlardan yapışdırdım mən bunlara. Bunları da Temudan almışam. Bu bununla birlikdə gəlir. Dəst qara rəngdə flomasteridir. Bu isə qızılı rəngdə kraskadır. Bunu mebelə də vurmaq olar, rəngi getməyəcəkdir. Həm də kağıza falan da yazmaq olar. Məsələn də nəsə bir şey. Çox yaxşı bir şeydir. Bunların da linkini paylaşacağım. Özünün isə içində stikerləri yumru qara rəngdə idi. Həm biri sadədir, heç nəsiz, yəni yazsız. Bir də var yazılı. Gəlin birlikdə dovğa hazırlayaq və çoxdandır ki, qalan məsələyə aydınlıq gətirmək istəyirəm. Deməli, mən bir dəfə bir vloqda dovğanı paylaşmışdım iri kəsimlərlə və orada bol-bol xeyt gəldi ki, bəs bu nə dovğadır? Bu dovğa niyə belə hazırlayırsan? İlk dəfədir ki, belə dovğa hazırlayan görürəm. Yəni iri kəsimlərimə çox ilişdilər ki, bəs bu iri olmamalıdır. Əslində bizdə, yəni ki, mən də xırda doğraya bilərəm təbii ki, amma ki bizdə hamı böyük kəsimdə olan dovğanı sevir, çünki elə daha dadlı olur. Həqiqətən də özüm bir dəfə prob etmişəm xırda doğranışla iri doğranış. Məsələn, bir dəfə xırda bişirmişəm, həqiqətən də dadı fərqlidir, amma böyükdə daha
daha dadlı olur, daha ləzzətli olur. Mən də ailəm necə sevirsə elə paylaşırım. Yəni mən sizə paylaşımları tam olduğum kimi səmimi olaraq paylaşım edirəm. Mən də video xətrinə təbii ki, onu xırda kəsib xırda paylaşım edə bilərdim. Amma özümüz, ailəmiz necə sevirsə o cürdə yəni ki, doğrayıram və çəkib paylaşıram. Mən özüm şəxsən baxanda görəndə ki, kimsə hansısa yeməyi nəsə qeyri-adi bişirir, heç vaxt ona sual vermərəm ki, və yaxud da nəsə bir pretenziya tutmaram ki, bəs sən niyə bunu belə bişirirsən, bəs sən də belə bişirilməməlidir. Çünki insanların ağız dadı müxtəlif olur. Kimsə belə sevir, kimsə elə sevir. Yəni ki, bu tartışılmaz türklər demiş bir mövzudur. Yəni kim necə sevirsə o cürdə hazırlayır. Bilmirəm sizlər necə hazırlayırsınız? Mütləq rəylərdə yazın. Bilim kim necə hazırlayır. Mən məsələn qatığı tökdüm, suyunu tökdüm, sonra göyərtilərini tökdüm, düyüsüdür, sonra yumurtasıdır. Bunları əlavə etdim. Sonra artıq qazın altını yandırıram və başlayıram qarışdırmağa. Belə çox qəşəng olur, həqiqətən də çürümür də. Yəni ki, çox da yaxşı bir şey alınır. Mənim dovğam. Baxın belə bir şey alındı. Qəşəng içinə biraz da düyü tökmüşdüm. Yəqin ki, gördünüz orada. Və qəşəng dadlı bir şey olur. Bilmem. Dovğalarımı pokovkalamışam. Birini qazana, birini bankaya. Yarısını da göndərdim yoldaşıma ki, iş yaparsın. Orada uşaqlarla içsinlər. Sizə Temu sifarişlərimi göstərmək istəyirəm. Burada Bay Şefdən dönər alırıq. Çox qəşəng, dadlı, ləzzətli dönərlər olur. Həqiqətən də Razində yerləşir ünvanları. Düz Starixin yanında. Bu bilirsiniz nədir? Bu küncləri ki, məsələn, aynanın kənarını yapışdıranda belə qəşəng düz kəsim olsun, ağız-ağıza otursun deyənə belə bir kəsimdir. Düz kəsim də eləyə bilərsiniz. Belə arasından elə bir ki, rezaka keçirdirsən və qəşəng kəsirsən. Yəni lazımlı bir şeydir evdə. Düşündüm evdə olsun. Sonra qaş sabitləyici sifariş etmişdim. Çox tərəflədilər. Dedim bir dənə alım məndə yoxlayım. Xoşuma gəlsə alaram yenə. Və belə bir gel aldım. Sonra dırnaqlarımı yeniləmək istəyirəm. Və belə bir polka 2 ədəddir. Taxtadan da üzün sadəcə belə yağla deyim keçmək lazımdır. Sonra bunlar düşünürəm sizə maraqlı gəldi. Bu bilirsiniz nədir? Hamama yapışdırırsan, kleyi var belə, bunu da taxırsan üstünə və şvabradır, nə bilim süpürgədir filandır belə arasından keçirdirsən, içində qalır, düşmür də yerə. Yəni divara sökməyə ehtiyac yoxdur. Bununla qəşəng durur. 3 ədəd aldım bir yerdə. İndi yoxlayaram, görüm. Yaxşı durursa sizə də göstərəcəm. Sonra belə bir divar üçün bilirsiniz nədir bu? Elə bir ki yapışdırırsan divara, şəkil yapışdırırsan, day divarı deşməyə ehtiyac yoxdur. Şəkili əgər istəməsən divarda qalsın, buradan belə çəkirsən, qopardırsan. Yəqin görürsüz YouTube-da falan belə shorts videolarda. Dartırsan və bununla birlikdə qopur və divara da zədə vermir. Şalvarı o qədər bəyəndim, çox qəşəngdir, genişdir. Beli belə fikir verirsiniz, bu arxa tərəfidir, belə genişdə, yəni ki dar durmur da əyində, çox yaxşı, rahat, boş, qəşəng durur. Burası bir balaca belə şey gəlir, amma çox belə bərbad görsənmir də. Beli də qəşəng rezinkadır, çox xoşuma gəldi, cibi də var. Düşünürəm bunun rəngləri var idi, rənglərindən alacağım. Bu isə mənim qarderobumda hal-hazırda belə bir yığış etdik. Bunları bizə mama göndərdilər, onların mağazasından artıq qalmışdı. Arendaya veriblər və mən dedim ki, varsa əgər bizə də göndərərsiniz. Mama dedi ki, kəş vaxtında deyərdin, arenda verməmişdən öncə sənə daha yaxşılarını götürərdim polkalar. Çünki burada biraz belə, yəni ki, biraz belə şeydir, yəni ondan. Biraz çirklidir, yəni ki. Dedim ki, yox göndər, əsas odur ki, nəsə bir şey olsun. Əslində atılacaq bir şey olacaqdı. Mən dedim ki, niyə atılsın ki, yəni mən bunu istifadə edərəm. Məsələn, bura bir dənə dik vurarıq, bir də içlərinə birini vurarıq. Olacaqdı qəşəng bir yəni saxlama şkafı belə. Və bir də bunlar da oradan gəldi rayondan. Yoldaşım bu kənarları çıxıntılı idi. Onları qəşəng gözü kəsdi evdə. Belə daha yaxşı oldu. Qaldı bir dənə qəşəng yerləşdirmək, səliqəyə salmaq. Bir də burada da bir dənə şkaf var. Belə uzun sov olacaqdı. Onu da deməli kəsmək lazımdır ki, tam bura sıxsın qəşəng. Onu da qoyacağıq. Bir də təbii ki, qapısını gözləyirdim. Əslində bu videoda əslində qarderob videosu olmalı idi. O da daha gəlmədiyinə görə başqa video indi çəkəsi oldum. Qapısı da gələndən sonra artıq birlikdə buraları şey yerləşdirək. Buralara düşünürəm ayaqqabı falan. Neysə onları opşum gələn vloqda mütləq kanalıma abunə olun, dəstək olun mənə. Bura qədər izlədiyiniz üçün də hər birinizə dərin təşəkkürümü bildirirəm. Gələn vloqlarda görüşənədək birlikdə qarderobu yerləşdirəcəyik bu dəfə. Ona görə kanalıma abunə olun, mütləq dəstək olun. Sizin dəstəyiniz mənim üçün çox vacibdir. Like'larınız, kommentləriniz, ayrıca abunəniz belə mənim üçün böyük bir uğurdur demək olar ki, yəni kanalım böyüyəcəkdir. Neysə, çox danışdım. Gələn vloqlarda görüşənədək hələlik.